Salam dostlar, bu günləri biz oynuyoruz CS:GO. Dostlar, bu günləri mən əvvəlcə Jimmy ilə oynayırdım. İndi biraz yüksək reytingli ilə oynayacağıq. Dostlar, başlaya bilərik Maria ilə E4. Nə deyək? E4 yaxşı atışıdır, amma bəs eləmir mənə. Daş fedası geliyor. Qəşəng atış olmalı deyəsən. Çünki şah. Ayda. Dostlar, istəsəm dala qaytara bilərəm. Çünki şahmatı dala qaytarma. Bilirsiniz, bilmirsiniz var. İstəsəm daşı qoyub dala da qaytara bilərəm. İndi dostlar, mən məsələn nə edə bilərəm? Açmaz qoyum ora. Yox, açmaz qoysam betər ola bilər. Ona görə daş atıram bir dənə. Ya da daş dəyişək. Daşlarımızı dəyişək. Qala qurma. Da deyən belə atım. Qaçmaz qoyaq. Diyan görüm. Şu mənim nəyimi yedin? Ayda, görmədimi? Üstümü daş dəyişəkdən. Bu dəqiqə qala qurma. Dostlar, bağışlayın, bəzən görməməzliyim tutur. Yox. Gələn nəyimi dedi atımı. Baxın dostlar, burada belə bir şey var. Explorer nədir ki? Biraz baxanmaram Explorer'a. Dostlar, əgər mən daşımı belə yesəm, buradan filmi gəlib yiyəcək. Sonra mən nə edeyim? Baxın, daşımı atdım, sonra mən nə edə bilərəm? Dalımca məsələn, mən bunu belə atsam, yaxşı səndə. Mən daşımı belə yiyəcək. Sonra mən bunu belə atsam, bəsdir də səndəyim. Sonra yəni belə gedəcək, qabağıma atacaq. Mən bunu yiyəm, heç gün empasant eləyir, yox. Sonra bu belə atır məsələn. Gün empasant olur, burada yox. Sonra buradan yəni belə gedəcəkdə olsa, yəni bir qərardan birini seçmək lazımdır. Buranı onsuz da qoruyuram ən azından. Yəni gərək mən daşlarımızı dəyişəkdə onda. Yəni 2 dənə qərar arasında adam qaldı da. İndi sənin nətəriyyə şah olasın. Mən onlara bir dənə vəzir çıxım. Düzdürmü dostlar? Vəzir çıxım, elə də mat eləyərəm. Çünki mən vəzir çıxıb mat eləmək mənim üstün yerimdir. Onda bir dənə burada çəngəlmi eləsəm, yox. Çəngəl eləsəm düzgün getməyəcək. Al. Yenməzsən, bunu da belə qoyacam. Bura maksimum aşırı güvənlikli deyil. Çünki mən hələ belə də qoruyacam. Nə danışırsan sən? Şah. Gördün, onun tərəm hazırdır bu dəqiqə.
Dostlar bir dəqiqə dayanın. Mən bir dənə yoxlayım görüm. Bir dəqiqə dayanın dostlar. Hə yox, mən bunu görməmişim dostlar. Doğrudan deyirəm, ipucudan bu gün baxmıram. Normalda ipucudan baxardım mən, düzdürmü? Amma indi baxmıram. Baxın, sizə düzünü deyirəm, baxmıram. Yəni əgər inanmırsansa doğrudan bax, ipucu yazıb basmadım. Mən doğrudan özüm tapışdım. Sadəcə yoxladım görüm, videolara görə dayandırdım ki, görüm mənim vəzirim gedirmi, getmirmi? Ona görə dayandırmışdım. Yoxsa belə mən şey deyildim. Dayanın dostlar, görüm mən burada neyim. Bunu belə atsaq, bu daşın isə yiyəməz də. Şanı qaçırdacaq, amma yiyəməyəcək. Yəni çəngəl olmuşdu da orada. Bura indi ikincisini də qoyaq. Al, en-passant. En-passantın boş-boşuna getdi. Qəşəng deyildi. Ay da görmədim. Bunu belə də qoyamırıq. Belə qoyaq da. Belə daşımı yiyəsi deyil ki. Bax burada dostlar 2 dənəcə də seçim var ya, heç. Bunu ancaq qaçırtmaq ya. Seçim deyə bir şey yoxdur. Görürsüz dostlar. Bicliyə bax bunun. Bicliyinə bax. Bunun qabağını kəsir ki. Birinci deyir ki, gəl mən sənin topunu yeyim. Sonra da sən oradan vəzir çıxma. Yəni piyadanı tərfi eləmə də. Burada da mənim seçimim budur. Birinci. Daşımı belə at. Ayda, daş dəyişərik onda. Yanın. Sən onda mənim orada piyadamı yeyəcəksən. Sənin acgözlüyün bunun üstündədir. Sənin ən dəyərli daşını yedişdirim də. Baxın dostum, məsələn, nə ola bilər? Bunu bir qabağa ataq. Görüm hələ də yeyəcək. Yox, bu dəfə ayrı bir şeylədir. Elə olur da dostlar. Bunun daşını yiyəmirəm. Belə dostlar eləyə bilərik ki, baxın, elə də atmaq olmaz. Çünki gəl şahımı qaçırtacam onda. Bir ən yaxşı fikir budur ki, baxın bu da ən yaxşı fikir. Bunu belə at. Baxın, dayanın görün dostlar. Bir dəqiqə dostlar, bunu mən belə atıram yaxşı. Mən ora baxmayacam ki heç. Buranı yedim, o mənim daşımı gəlsin, yesin. Sən çox yerə getsəni. Mən sırf sənə görə yemədim, yoxsa yiyəsiydim. Qoya da bilmirəm, çünki dostlar açmaz var, ona görə məcbur belə qoyacam. Yəni burada dostlar, mən neyləyə bilərəm? Vəzirlə oynasam, bura açmazdı. Yəni, mən bunu hara qoyursamsa qoyum, bu mat olar da onda. Ona görə də dostlar, bircə dənə də seçimim var. Bu seçimi belədir. Mən bunun daşını yeyirəm. Amma deyən dostlar, mən bu daş belədir, onu yeməyəcəm. Heç yeməməliyəm də. Baxın dostlar, bu seçim nədir? Mən daşımı bura atdım, qoy biraz qorunsun da. Bilir ki, mən ona şah çəkəcəm. Bu daşı hələ də yeməməliyəm. Bu mənim üçün yekə bir tələdir. Bunu sonra qabağa atıram. Amma görürsünüz ki, ata bilmirəm, çünki burada yenə də açmaz var. Bu açmazdan qaçmaq üçün biz bir neçə dənə yolumuz var deyəsən. Baxın dostlar, birincisi bura qoymaqda, amma o qəşəng bir yol sayılmır. Birinci yolumuz bu ola bilər.
Amma dostlar da işin bərbatı gedir axı. Onda mənim nədir? Şeyim gedəcək, ona görə onu qoymamalıyıq. Həm bu piyadanı qorumalıyıq, düzdürmü? Ya ikincisi də olsun ki, gəlin dostlar, bir nə vəzirlərimizi dəyişək, explorer eləyək. Gəlməsin, mən bunu belə atdım. Dostlar, siz ona fikir verməyin. Mən bunu belə yedim, bu belə yesə, mən belə yeyəcəm. Sonra bu qavağını belə kəsəcək, yox. Dostlar, bu explorer eləmək üçün pul lazım imiş. Ona görə də vəzir dəyişsək, mənim burada piyadam qorunmamış sayılacaqdır. Niyə? Çünki gedəcəkdir, yəni daşımın adam getməyini istəməz ki. Amma yenə bu açmaz var da. Sadəcə dostlar, bunu bir yolla elə. Görüm heç yenə yesəm. Görüm bu dəfə nə baş verəcək, yenə həmin şey. Yəni ki, bu məni açmaza salmaq istəyir də, mat olur onda. Bir dənə vəzir belə qoysa, baxın bura, bir dənə də şey belə qoysa da nə olur? Mat olur da, bura gedəyə. Mata yaxınlaşır da, yəni belə deyim. Buradakını tərpətməməliyim, ancaq ya piyadalar, elə ancaq piyadalarla. Nə edə bilərəm? Yenə bunu qabağa qoya bilərəm. Amma bu dəfə gördünüz, bu dəfə həmin hərəkəti eləmə. Botda axı, botda bəzən dəyişə bilər fikri. Gün dostlar, heç empassan da olacaq burada. Burada dostlar, açmaz yoxdur. Baxın bu dəqiqə. Bu altdan dolaşır, mənim mat istəyə bilər. Yəni, buradakı şeyi də biraz qorumaq lazımdır da, yəni. Nətər deyim, yəni, bunu əgər belə açsaq 100% yeyəcək. Yemədi. Bəlkə dostlar, vəzirlərimizi dəyişək. Bir dəqiqə dostlar, vəzir dəyişək görək nə olur. Onda mən bunu belə yesəm, məni yeyər də. Dostlar, qoy biraz düşünüm. İpucuya falan baxmayacağım. Baxın, düzünü deyirəm. Dostlar, mən burada siz neynədim? Axır ki, bunun işi gücünü tapdım. Bu əsas problem mənə düzdür. Toplarda, amma yenə də vəziri kəsdim də. Yəni, öz vəzirim getmədi. Təkcə şeyin vəzirini kəsdim. Dostlar, burada siz neynəyirsiniz? Buradakı top var ya, onu bir dama qabağa atacağıq. Amma bundan əvvəl nədir? Bunu arxaya atacağıq. Sonra da belə bu uşaq yana getdi, onu qabağa qoymalıyıq. Sonra bu botunla fikirlər bəzən düz gedir, bəzən səhv gedir. Bu dəfə botun deyəsən fikri düz də getmiş ola bilər. Səhv, amma dostlar çox qəşəng bir şey elədim mənim xeyrimə. Dostlar, vəzirini yedim. Yavaş-yavaş qorxutmağa başladım mən bunu. İndi bu açmazdan yararlana bilərəm. Bura girdik, görüm indi nə baş verəcək. Bax, bunu gəlmiş ya. O şeyi əl çəkəsi deyil deyəsən. Yox, bu əl çəkəsi deyil dostlar. Dostlar, bunu belə ataq onda. Qoy mən onu oradan qaçırdım. Amma görürsünüz də qaçmır da. Bir kəlmə ilə deyir ki, bu qaçmayacaq. Baxın, biraz yoxlayam, bunun fikri dəyişə bilər. Gördünüz dostlar. Bu adamın bu dəfə fikri dəyişdi. Yəni. Dostlar, mən burada nə edə bilərəm? Bu adam bunu bura qoydusa, amma mənim problem əsas o deyil ki. Yəni, mən indi bunu bu dəfə yana atacağım. Görüm nə edəcək. Bax, bunu belə ataq, qoy bunu biraz kandıraq da, gəl. Siyom, sən bircə dənə, mənim də heç nə. Bu sən o daşını yeyirik, sən mənim oradan yeyərsən. Get, yed onu. Ay Allah, yaxşı, sən mənim daşımı kəs. Şah.
Dostlar, bax bu dəqiqə beyin bastı. Baxın dostlar, beynim bu dəqiqə şükür Allaha ki bastı. Yəni botu Allahdıqda belə deyim. Buradakı vəzirlər də çıxacam, amma buradakı piyadanı qoy yeyək. Açdım nəsə. Baxın, bunu şah çəkək. Yəni şah. Sonra bunu qabağa ataq. Şah. Mən dostlar ancaq 3 dənə vəzirlə mat edə bilirəm. Yəni 2 dənə ilə pat eləyirəm. Düzdür? 3 dənə. Baxın, bu dəqiqə pat ehtimalı var. Əgər bir daşımı buradan səhv qoysam, mat. Baxın dostlar, indi heç ipucudan baxma. Sadəcə bir əlim dəydi. İşarə gəldi, amma ox gəlmədi. Yəni bir dəfəliyinə bastım. O da ki tam ipucu saymadım. Tam ipucu nətər olar? Bu daşı ora atar. Yəni bu tam ipucu saymır, amma belə mat sayılır. Yəni bu matı özüm həll elədim. Öz beynimlə bastım. Burada da belə bir taktika var. Botun bəzən fikri süni intellekti idarə edir axı. Onda bunun fikri dəyişə bilər. Ona görə də ki, mən o fikir dəyişməkdən yararlandım və mat eləməyi becərdim. Yəni bu da bir taktikdir. Sonuçta adam beynini işlədir. O heç onu bilməyən də ola bilər. Mən də öz taktikamı işlətdim. Marianı, yəni min reytingli oyunçu deyəndə ki, botumuzu mat eləməyi becərdik. Xəyyan, bax sənə düzünü deyirəm, ipucuya baxmadım. Sadəcə bir əlimdə idi. O ancaq vəzirin ətrafında göründü də. Yəni o tam ipucu sayılmır. Yəni o demək deyil ki, mən özüm onsuz da bilirdim ki, mən vəzirlə oynamalıyım. Çünki yoxsa mənim vəzirim gedərdi. Ona görə bundan yararlandım və mat elədim.